Azərbaycan İlahiyyat İnstitutundan 56 tələbə məzun oldu. Onlardan 48-i bakalavr, 8-i isə magistr tələbəsidir. Elə bu münasibətlə institutda məzun günü keçirildi. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, dini konfessiyaların nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, eləcə də məzunların yaxınları iştirak etdilər. Qonaqlara institutun tələbə müəllim kollektivi və əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat verildi. İnstitutun rektoru Agil Şirinov qurumun fəaliyyətindən danışdı. Bildirdi ki, təxminən 300 tələbəsi olan ali təhsil ocağında 70 tələbəyə təqaüd verilir. Gələcəkdə bu sayın artırılması da nəzərdə tutulur. Dini Qurumlar üzrə Dövlət Komitəsinin yaranmasının 24 illiyini qeyd edirik. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun 4-cü məzuniyyət gününü keçiririk. Sevindirici bir haldır ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları artıq peşəkar dini kadr olaraq Azərbaycanın müxtəlif yerlərində öz fəaliyyətlərini davam etdirirlər. Qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunun beynəlxalq əlaqələri də bu illər ərzində çox inkişaf edibdir. Biz təqribən 33 xarici ali təhsil müəssisəsi ilə müqavilələrimiz var. Onlarla tələbə mübadiləsi, müəllim mübadiləsi həyata keçiririk. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında İlahiyyat İnstitutunun əsas məqsədlərinin düzgün dini təhsil olduğunu vurğuladı. Onun sözlərinə görə əsas məqsəd təkcə dini təhsil vermək deyil, həm də Azərbaycan üçün din sahəsində çatışmazlıqları bərpa edə biləcək mütəxəssisləri elmi əsaslara, qanunlara uyğun şəkildə yetişdirməkdir. Digər çıxış edənlər Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısının peşəkar mütəxəssislərin yetişdirilməsində mühüm rol oynadı bildirdilər. Çıxışlardan sonra institut yüksək göstəricilərlə başa vuran məzunların təltif edilməsi mərasimi keçirildi. Çox mənalı və gözəl bir gündür bizim üçün. Çünki 4 ilimizin bəhrəsini toplayırıq biz bu gündə. Din məncə bir dövlət üçün çox önəmli bir mövqeyə sahibdir. Buna da Azərbaycan yetərli qədər önəmi göstərdi. Azərbaycan İlahiyyat İnstitutuna təhsil almaq mənim üçün qürurverici oldu. Mən bundan sonraki həyatımda elmi biliklərimi bu sahədə davam etdirmək və bu sahə üzrə də mütəxəssis olmaq istəyirəm. Tədbir bədii proqramla davam etdi. İnstitutun müəllim və tələbələrindən ibarət öz fəaliyyət kollektivinin ifasında musiqi proqramı təqdim edildi. Birinci kurs tələbəsi Elvin Qurbanov tərəfindən Quran tilavəti səsləndirildi. Sonda İslam İncəsənəti Dərnəyi sərgisi nümayiş olundu.